Əvvəla biz bilmirik ki, kimə səs verəcəyik. Çünki həmin namizədləri nə özləri, nə onların nümayəndələri gəlmir bizə. Bu da qəribədir. Siz namizədlərinizi tanımırsınız? Yox. Gəlib eləməyiblər? Yox, tanımıram. Bəs seçkiyə gedəcəksiniz? Yox. Niyə bəs? İstəmirəm, getmirəm. Namizədləri, yəni mənim olduğum yerdə namizədləri belə tanıyıram. Prosta ki, heç sənə maraqlanmamışam. Kimlərdir namizədlər? Birinin adını bilmirəm, belə bizim də yəni bir sərtə qalandı, adını bilmirəm. Birinin adı da... İştirak edəcəksiniz seçkidə? Eləyəcəyim əlbəttə ki. Bəs kimə səs verəcəksiniz? İndi görüm, baxacağım da hansısına, necə deyərlər, xoşum gəldi. Ondan sonra baxacağım, görüm hansı yaxşıdır, ona səs verəcəyim. Bəs indidən tanımırsınız axı, bəs namizədləri tanımasanız hansına səs verəcəksiniz, o necə olur? Onun baxacağım, orada seçkidə vardı adları. Mən özüm Sabirsin rayonunda əşirəm demək, qardaş. Tahir adında bir şəxsi, onu tanıyır, yəni ondan başqa heç kimi tanımırıq. Hacı Tahir adında. Bugün təbliğat təşviqat kampaniyası sona çatıb. Ümumiyyətlə bu təşviqat dövründə siz namizədlərinizi tanımırsınızmı? Yox. Tanımırsınız? Xeyr. Seçkiyə gedəcəksiniz ümumiyyətlə? Yox. Niyə maraq yoxdur bəs sizdə? Nə bilim. Maraq yoxdur. Hansı problemlərlə məşğuluq? Maddi problemlər, kreditlər. Və bugün təşviqat kampaniyası sona çatıb. Siz bu təşviqat kampaniyası dövründə namizədlərinizlə tanış olmusunuz? Xeyr. Gəlib eləməyiblər? Xeyr. Və seçkiyə gedəcəksiniz? Xeyr. Niyə bəs? Vaxtım yoxdur ona görə. Amma çalışacağım, bir vaxt edib getməyə. Yaxşı, bəs getsəz kimə səs verəcəksiniz? Tanımıram, kim bilər nə? Sadəcə başqa rayonlarda yaşadığıma görə fiziki ünvanla, qeydiyyatda olduğum ünvanla, yəqin ki, seçkilərdə getməliyəm qeydiyyatda olan ünvanla. Orada getməmişəm, açıq tanımıram. Səs verməyə gedəcəksiniz? Mütləq. Bəs kimə səs verəcəksiniz belə olanda? Yox, yəqin ki, keçmiş bələdiyyəni tanıyıram, yəqin ki, ona səs verər. Adı orada olarsa. Yox, bələdiyyə sədrimizi tanıyıram. Ancaq bugünkü seçkilərlə əlaqədar heç bir informasiyam yoxdur. Bəs səs verməyə gedəcəksiniz? Yox. Niyə bəs? Nə bilim. Çünki nə bilim, pis çıxar. Onlardan heç bir xeyir yoxdur.